Rəqsanəm, hər vaxtın xeyir olsun, yenidən buyur. Salam Çinarə, hər vaxtınız xeyir olsun. Bəli, biz hazırda ölkədə ilk dəfə olaraq keçirilən Data, İAR və Süni İntellekt zirvəsində iştirak edirik. Bu forum çox əhəmiyyətli hesab edilir. Məhz günü-gündən müasirləşən dünyada istifadə edilən Süni İntellekt rəqəmsallaşma ilə bağlı. Təbii ki, Azərbaycanda da rəqəmsal transformasiya yolunda mühüm mərhələ hesab edilir bu və biz hazırda elə 3 panel sessiya keçiriləcək bugün və həmin ilk birinci panel sessiya hazırda davam edir. Mövzusu da yenə Azərbaycanda süni zəkanın oyandığı çağ mövzusudur. Elə bununla bağlı spikerlər də çıxış edir. Daha təfərrüatlı informasiyanı eyni zamanda irəliləyən saatlarda da çıxışı gözlənilən forumun spikerlərindən biri olan Ömər Çolakoğlu'dan alacağıq. Xoş gördük Ömər bəy. Hazırda günümüzdə süni intellektin inkişafı ilə bağlı və önəmliliyi ilə bağlı və eyni zamanda şirkətlərin korporativ əlaqələrdə süni intellekti istifadə etməsi ilə bağlı təfərrüatları sizdən eşidək. Buyurun. Öncelikle ben misafirperverliğiniz için ve bizi burada ağırladığınız için çok teşekkür ederim. Gerçekten çok mutlu olduk. Bakü'yü çok sevdik ve burada muhteşem bir organizasyon gerçekleştiriliyor. Diğer taraftan yapay zeka konusu hiç şüphe yok ki artık hayatımızın vazgeçilmez bir kavramı ve bundan sonra hayatımızda var olmaya da devam edecek. Buna bir şekilde ayak uydurmamız gerekiyor ve yapay zeka, İnsanlar böyle aslında gelecekten korkuyorlar. Bizim işimizi elimizden mi alacak, robotlar mı bizi yönetecek? Başka korkular, endişeler var ama ben tam tersini söylüyorum. Yapay zekanın bence bu çağın bir aydınlanma çağı olduğunu düşünüyorum. Çünkü insan aslında şöyle geriye çekilip baktığı zaman bizim insan beyninin yapabilecekleri şeyleri düşündüğümüzde onu gerçekten o kadar gereksiz işlerle uğraştırıyoruz ki yapay zeka bu noktada bizim için gerçekten çok kuvvetli bir iş ortağı, çok kuvvetli bir partner. Ve bizim aslında bizi yoran işlerimizi ona yaptırdıktan sonra insanın asıl olması gereken noktada hayal gücüyle, mimarisiyle, yeni teknolojileri, farklı yapıları bir arada getireceği yeteneklerle yeni ürünler ortaya çıkartabilme kabiliyetini insanoğlu yeniden bu sayede tatmış olacak. Bence yapay zeka çok büyük bir fırsat ülkeler için ve bunun farkındalığını yaşayıp ne kadar hızlı aksiyon alınırsa o kadar öne geçme fırsatı var ve siz bugün aslında çok güzel bir organizasyonla buna çok güzel bir adım attınız. Bizim de burada katkımız olursa ne mutlu. Çok teşekkür ederim. Ben teşekkür ederim. Çok sağ olun informasiyaları bizimle de paylaştığınız için. Bir daha hatırladım ki bugün ülkemizde ilk defa olarak Data, ERP və Süni İntellekt mövzusunda zirvə keçirilir, forum keçirilir və IRB 24 də məhz bu önəmli forumun əsas təşkilatçılarından, media tərəfdaşlarından biridir və elə biz də ən son informasiyaları saat diqqətinizə çatdırmağa çalışırıq. Təbii ki, günümüzdə süni intellekt çox önəmlidir. Korporativ şirkətlərin fəaliyyətində, korporativ əlaqələr baxımından eyni zamanda digər dövlət qurumlarının fəaliyyətində də rəqəmsal transformasiyanın olduğunu biz indiki məqamda müşahidə edirik və artıq bir sıra sahələrdə elə ölkəmizdə də tətbiq olunan yeniliklər nəticəsində işimiz bir çox sahələrdə daha da rahatlaşır və bugünkü yenə keçirilən forum data ilə gələcək mövzusunda konseptli mesajı ilə keçirilir və bu da önəmlidir ki, məhz gələcəyin hansısa təsadüfi yollarla deyil, eyni zamanda düşünülmüş, analitik təhlillər aparılmış və statistik rəqəmlər çıxarılmış formada artıq bəlli olan formada yaradıldığını artıq burada göstərir. Təbii ki, bu informasiyanın, datanın təkcə bir arxiv materialı kimi deyil, günümüzdə yenə informasiya mübadiləsində, eyni zamanda şirkətlərin fəaliyyətində və digər qurumsal əlaqələrdə daha da önəmli olduğunu ön plana çıxarır. Hazırda ölkədə ilk dəfə olaraq keçirilən Data, ERP və Süni İntellekt forumundan çatıra biləcəklərimiz bu qədərdir. IRB 24 olaraq əsas media tərəfdaşlarından biri kimi son informasiyaları diqqətinizə çatdırdıq. Söz yenidən sizdədir. Təşəkkürümü bildirirəm Rəqsanə, fikirlərini ifadə elədiyinə görə.